Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin pensiyalarla bağlı son çıxışı müzakirə olunur. Belə ki, nazir hədəf verilişində çıxışı zamanı bildirib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilməsi hər il mütəmadi şəkildə həyata keçirilir və bu proses 2026-cı ildə də davam etdiriləcək. Onun sözlərinə görə, gələn il 1,1 milyon vətəndaşın pensiyasının indeksləşdirilməsi nəzərdə tutulur. Bu, pensiyaçılar üçün yaxşı xəbər sayıla bilərmi? Global Info Aza danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib ki, hər il ölkə üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq növbəti ildə pensiyalar indeksləşdirilir və artırılır. Əmək pensiyaları haqqında qanuna görə cari ildə orta aylıq əmək haqqı neçə faiz artıbsa, növbəti ildə pensiyaların sığorta hissəsi də həmin faizlə indeksləşdirilərək artırılır. Beləliklə, pensiyaçıların sosial rifahı təmin olunur. Məsələn, 2024-cü ildə orta aylıq əmək haqqı ölkədə 8,2% artıb və pensiyalarda eyni səviyyədə indeksləşdirilib. 2025-ci ildə isə orta aylıq əmək haqqının artımı bir qədər yüksək olaraq 9,2% olub. Nəticədə 2026-cı ildə bütün pensiyaların sığorta hissəsi 9,2% artırılıb və yanvarın 1-dən qüvvəyə minib. Bu, əlbəttə ki, yaxşı xəbərdir. Ölkədə təxminən 1,1 milyon pensiyaçının hamısına müsbət təsir göstərəcək. İqtisadçı Vüsalə Əhmədova qeyd edib ki, ümumiyyətlə pensiyaların indeksləşdirilməsi pensiya məbləğinin zamanla dəyişən iqtisadi şəraitə uyğunlaşdırılmasıdır. Yəni, bu sadə bir artım deyil. Pensiyaçıların gəlirinin inflyasiya qarşısında dəyərdən düşməməsi üçün qoruyucu mexanizmdir. Əsas məqsəd pensiyaçının aldığı vəsaitin real alıcılıq qabiliyyətini qorumaqdır. Sadə dillə desək, qiymətlər yüksəldikcə pensiyada artırılmalıdır ki, pensiyaçı əvvəlki kimi həyatını davam edə bilsin. Pensiyaların indeksləşdirilməsi prinsip etibarilə təqaüdçülər üçün yaxşı xəbərdir. Ancaq təsirin real dəyərinin bir neçə amildən asılı olduğunu unutmamalıyıq. İnflyasiya şəraitində indeksləşmə pensiyaların nominal dəyərinin əriməsinin qarşısını almağa xidmət etməlidir. Məsələn, əgər artım inflyasiya səviyyəsindən aşağı olarsa, real gəlir artımı olmayacaq. Əsasən də minimum və aşağı pensiya alanlar üçün indeksləşmənin təsiri daha zəif hiss olunacaq. Məlumdur ki, ərzaq, dərman preparatları və kommunal xərclər bu kateqoriya pensiyaçılar üçün əsas yükdür. Buna görə də indeksləşmə illik inflyasiya səviyyəsi, bazar qiymətlərinin dinamikası və orta aylıq əmək haqqının artım tempinə uyğun aparılmalıdır.